qida təhlükəsizliyi sahəsində birinci atılmalı olan addım nədən ibarətdir? Mən deyərdim ki, bu heyvanların identifikasiyası məsələsinin həyata keçirilməsidir. Yəni, bizim fəaliyyətimiz dövründə artıq 1 milyon ədəd heyvanın identifikasiyasını həyata keçirdib qeydiyyatını aparmışıq. İndi isə dövlət başçısının müvafiq sərəncamına əsasən artıq 2027-2030-cu illər ərzində iri buynuzlu və xırda buynuzlu heyvanların identifikasiyası həyata keçiriləcəkdir. Dövlət hesabına aparılacaq bu tədbir və bu da bizə imkan verəcəkdir ki, biz həm iri buynuzlu və həm də xırda buynuzlu heyvanların və onların emal məhsullarının izlənməsini həyata keçirdək. Çünki heyvan sağlamlığı olmadan qida təhlükəsizliyini təmin etmək mümkün deyil və identifikasiya olmadan isə heyvan sağlamlığını təmin etmək mümkün deyil. Nə verəcək bizə həmən identifikasiyanın həyata keçirilməsi? İdentifikasiya bizə həm ithal olunmuş heyvanların, həm də Azərbaycanda doğulan heyvanların ilk günündən etibarən onların keçirdiyi xəstəliklər, qəbul elədikləri baytarlıq preparatları, vaksinasiyalar və ölüm səbəbləri. Yəni, onlar təbii kəsmə mi gedib və yaxud hansı bir xəstəlik nəticəsində mi tələf olub? Bunlar hamısı identifikasiya sistemində öz əksini tapacaq